Bunları gedirəm Starix'ə sifariş götürməyə. Kargomuz gəlibdi. Burada Temu'dan sifariş elədiyimiz mini yolka, yəni Alice'in yolkasıdır. Gəlin bir yerdə açaq görək necədir. Paketin balacalığına baxmayın. Yəni içində yolka var. Bəzəkləri baxın bu şəkildədir. Özümüz belə seçdik, fərqli görsənsin deyə. Burada yolkanın özüdür. Gözlüyüm çıxardım. Tam Alice'in razmerinə uyğundur. Baxın bu şəkildə paketləyiblər. İçindəki hər şey də içindədir. Belə bu şəkildədir. İndi bunu açsın. Bir də burada başqa şeylər də var. Deməli, burada bir dənə yolkamızın ulduzudur. Bunları addelini sifariş eləmişəm. Bir də belə bir dekorudur. Gördüğünüz kimi. Bunu da yolkaya. Bu şəkildə başlayaq. Deməli, yolkanı açırıq. Yenə də qeyd edirəm, ölçüsü biraz balacadır. Amma yəni özümüz də balaca ölçülü istəyirdik. Burada biraz görsənir, azca tükləri qopub. Amma yəni elə də çox fərq eləmir. İndi bu hissəsini taxırıq. Baxın bu şəkildə. Çox rahatdır qurulumu. Yəni heç bir problem olmadan rahat bir şəkildə düzəltdik. Baxın, aslında beləcək. Vəsiyo. Bu qədər. İndi biraz bunun formasını düzəldək. Əsl belə stola qoya biləcəyiniz yolkadır. Yəni stola qoyun. Hissəsində ulduzsuz saxlayaq. Amma sıxdır və qalındır. Ben sizə göstəreyim. Gördüğünüz kimi sıxdır. Yəni seyrək yolka deyil. Hətta mən bunu tam açsam, biz bunu endirimlə bütün bu hamısı bir yerdə 15 manata götürdük. Bunlar da bəzəkləridir. Baxın bu şəkildə yuxarı hissəsindən. Bəzəkləri bağlamaq üçün yerlər var. Bunları bir-bir yolkaya bağlamaq lazımdır. Şimdi bunu necə edəcək bilmirəm. Amma çox çətin bir şey deyil. Bu şəkildə məsələn. Gördünüz, qəşəng görsənir. İndi bütün hamısını Alice ilə bir yerdə, düzdür Alice bağlaya bilmir. Amma onunla bir yerdə xatir olsun deyə birlikdə bağlayacaq. Mesela qırmızını da bu şəkildə bağladım. Görürsünüz, çox rahatdır bağlamaq. Amma çox qəşəng görsənir. Hələ indidən bu qədər şirin görsənir. Hər bölgəsinə bir dənəsini vuraq. Ən sonda isə ulduzunu və buradakı bəzəyini yerləşdirək, görək necə olur. Nedir bu? Yolkadır. Sen yolkandı ay cicim. Ay Allah, birinin de başına. Buna bak. Didit. Əvvəlki yolkadan var idi. Biri düşdü yerə. Renkləri uyğun gəlirdi ya. Bu arada yolkamızın son vəziyyəti budur. Bunu da buradan götürəcəyik. Alisə qoyub. Hal-hazırda burada iş başındadır. Bunları da taxaq. Görək necə olur yolkamızın son halı. Bilmirəm, bunları, baxın bu hissələrə bunları bağlamışıq. Bunları yəqin ki belə yanlardan keçirərik deyə düşünürəm. Və ya daha alt qismdən. Alice, sən tax görüm acı. Ay ne güzel. Yes. Ne geçen oldu yolka. Mama. Hadi.
Tax Alice. Hə, al bunu tax, qırmızı. Qırmızı. Düzdür, bu yolka biraz balacadır, amma inşallah öz evimizə köçəndə daha böyük yolka sifariş edəcəm. Bunun sadəcə Alice'in ilk yeni ilidir, ona görə belə bir şey eləmək istədik, həm də özü üçün də maraqlı olar. Ulduzumuz isə bu şəkildədir. Bunu da taxaq bir yerdə. Düzdür, ulduzu taxmaqda biraz çətinlik çəkdim, amma sonra rahat bir şəkildə yerləşdirdik. Biraz çətin taxılırdı. Bunu isə açığı yolkanın ətrafına sarmaq üçün almışdıq. Amma belə baxdım, çox da yaraşmadı. Ona görə də istəyirəm bunu adden olaraq istifadə edeyim dekor kimi. Amma nə yalan deyim, Temudan gələn hər bir şeyi bəyəndim. Tam ideal vəziyyətdədir. Zaten rəylərinə baxıb almışdım. Belə alt qisminə qoymaq istədim. Dedim bəlkə qəşəng görsənər. Amma baxdım ki, yox, həqiqətən də bunu başqa bir dekorda istifadə etmək lazımdır. Və bu bəzəyin içindən belə bantiklər də çıxmışdı. Bunlar da qəşəngdir. İstədim bunu yolkaya taxım. Sonra isə düşündüm, elə başqa bir dekorda bunları istifadə edirəm. Yolka üçün artıq bəzəklər kifayətdir. Yolkamızın ən son halı baxın bu şəkildədir. Məncə çox qəşəng görsənir. Alisa xanım biraz küsüb. Hələ bunun papışlarına bax. Yolkan ne geçenkti Alice. Ne güzel yolkan var. Bu arada bayaq göstərdiyim yağışı hələ ki istifadə eləmədik yolkanın, çünki uyğun gəlmədi. Bu da yolkamıza ışıq qoyanda belə görsənir. Çox qəşəngdir. Məncə çox şirin görsənir. Alice öpücük göndər. Burada isə siz bizim yeni süfrəmizi görürsünüz. Arxa fonda da yolka. Biz evdə 4 nəfərik, ona görə də böyük bir süfrə açmadım. Evdə gördüyünüz kimi salfetkalardan yolka düzəltmişəm. Videonun sonunda bunu necə düzəltmişəm göstərəcəm sizə. Məncə yeni il süfrələrində çox qəşəng görsənir belə salfetkalar. Bu arada hər birinizin yeni il bayramını təbrik edirəm. Bu mənim ilk səsli vloqumdur. Ümid edirəm sizlər bəyəndiniz. Daha çox belə vloqlar görmək istəyirsinizsə mütləq mənim kanalıma abunə olun. Çalışdığım qədər həftədə 2-3 dəfə sizinlə video paylaşacağım. İndi videoda salfetka necə hazırlanır onu göstərirəm. Düzdür, artıq stolu yığışdırdıqdan sonra biraz yorğun idim. Ona görə tam da belə ürəyim istəyən kimi hazırlaya bilmədim. Daha detallı işləmək lazımdır bunun üzərində. Amma videoda mən necə edirəmsə addım-addım onu edərək siz də bu salfetkaları hazırlaya bilərsiniz. İstəsəniz mənim kimi yaşıl rəng, istəsəniz də qırmızı və yaxud da ki fərqli bir rəng salfetkadan istifadə etmək olar. Yeni il bayramını həqiqətən çox sevirəm və yeni ilə həmişə həvəslə hazırlaşmışam. Ona görə də belə kiçik detallarla işləmək mənə çox xoş gəlir. Bu da ən sonuncu nəticə. Məni izləməyi, dəstək olmağı unutmayın.